Əziz izləyicilərimiz, bugün sizi mən bizim qədim badvalla tanış edəcəm. Doğulub böyüdüyüm bu evin badvalı ən qədim badvallardan biridir. Yəqin ki, çoxunuz heç belə badval görməmisiniz. O qədər sərin, o qədər genişdir ki, hər şey yığmaq mümkündür. Biz buna birinci girəcəkdə üst badval deyirik. Yəni biraz yaxın olur şeyə, eşiyə deyə üst badvaldır. Belə hər şey qapzat yığmaq mümkündür. Sizə divarlarını göstərəcəm, baxın qalınlığına. 2 metr qalınlığı var divarların. Ona görə də sərindir. Bu bir badvaldır. Belə gəlirsən buradan bu papamın iş otağıdır, iş badvalıdır, yəni bir cüş onundur. Hər şey var işinə aid, yəni çöldə işləmək üçün, evdə işləmək üçün bütün əşyalar ona məxsusdur. Biz balaca vaxtda heç bura çox girməzdik ki, nəsə götürərik, itirərik. Və belə gəlirik, artıq buradan düşürük. Bura at padval deyirik, daha da sərindir. Bura koridorudur padvalın. Gördüyünüz kimi divarları göstərirəm. Burada da yenə əşyalarımız var. Buranın ışığı yoxdur deyə qaranlıq ola bilər, çox da girmirəm, biraz qorxuram. Burada elə artıq əşyalar bura atılır. Burada belə bu bir otağıdır. 2 otaqdır, istədiyin şeyi yığa bilirsən. Yəni əsas demək olar ki, bu otaqdır, bu badvaldır bura. Qış üçün lazım olan hər şey yığılır. Ona görə ki, sərin saxlayır. İndi bu saat eşikdə 30-a yaxın çox hələ dərəcə var, yaydır da, yəni mən burada üşüyürəm. Bu qədim gördüyünüz o yaşıl səhəng qədimdir. Ona sirkə yığılmışlar. Səhv eləmirəmsə, qədim zamanlarda padvalıdır. Bu bəlkə də bir çoxunuz tanıyarsınız, yadınıza düşər. Qədim səbətlərdəndir. Qırmızı səbətlər. İçinə əvvəllər hər şey yığılırdı. Belə bu da badvalın pəncərələridir. Yenə də istəyirəm ki, divarın qalınlığını göstərəm. Qalınlığı olduqca çoxdur. Qədim sinilər, bunda paxlava bişirilir. Hər ölçüsü var, 3 ölçü. Təndirdə paxlava bişirmək üçündür. Belə gəlirik. Burada dediyim kimi qış üçün hər şey yığıblar ki, sərin saxlasın. Bu da köhnənin səbətlərindəndir. Bu səbətlərdə keçmişdə gəlinləri aparanda için bəzəyirmişlər, belə aparırmışlar. Buradan da eşiyə yolu var. Şöyle gördüyünüz kimi, amma bağlıdır. Beləliklə olduqca qədim bir padvaldır. Sizə göstərəcəm dəmirləri. Şoğun yanında gördüyünüz bu dəmirlər var ki, asılır. Əvvəl bu dəmirlərə ətləri asarmışlar. Əti asırmışlar ki, sərin saxlasın. Yəni belə bax, yol bütün dəmirdir. Ətlər xaldenik olmayanda, soyuducu olmayanda belə sərin saxlayarmış. Əvvəllər soyuducu olmadığına görə hətta yeməkləri də burada saxlayıblar. Bu da qədim bir qab şeydir. Çamadan kimi, içində gördüyünüz kimi qablar var. Gördüyünüz hər şey qədimdir. Qədim qazan, yaxşı yeməklər pişirilir. Belə olduqca sərin, geniş. Yəni indi belə badvallar tapılmaz. Və qədim sandıq biraz köhnədir təbii ki, amma güllərin zadı qədimin naxışlarıdır. Əgər biçqıl təzələnsə olduqca gözəldir. Və bizim uşaqlıq kravatımız. Belə gördüyünüz kimi hər şey
qədimliyi xatırladır. Keçmişi xatırladır. Olduqca da sərindir. Dediyim kimi. Buranı da göstərdim. Belə çıxışdı artıq. Belə buradan çıxırıq eşi. Bu qədim bağlı açardı, şeydir, qıfıldı ama təbii ki, çox vaxt bağlı qalmır bura. Açıq saxlayırlar. Belə, buradan da çıxış eşiyə.